insana olunmuş ölüm cadusu. Ölüm cadusunu əzizlərim, qəbirstanlıq torpağından çox götürüb işləyirlər, qəbirstanlığa bastırırlar. Yəni bunu ən çox Yevreylər, yəni Yahudilər çox eləyirlər və surətli dərəcədə insana təsir eləyir. Nəzər necə təsir eləyir? Onun kimi də ölüm cadusu insanları məhv eləyir. Bunu təmizləmək üçün insanın bədənindən təmizləyib çıxartmaq lazımdır bunu. Yəni bunu da hər adam bacarmır. Deyəsiniz Fərqan xanım, niyə bacarmır? Çünki ona görə bacarmırlar ki, cadugar cindarların insana pislikdən başqa heç nə eləyə bilməzlər. Onlar magi işləri görürlər, ancaq pislik bacarırlar. Əzizlərim, əgər belə bir vaxtlarda Allah uzaq eləsin, sizlər də belə şeylərə rast gələrsinizsə, xəstəliklərinizin heç bir şəfasını tapa bilmirsiniz. Yəni evinizdə, eşiyinizdə söz-söhbət, dava qırğın və yaxud da yəni tez bir vaxtda dağılan bir işləriniz, karyeranızda dağıntılar, yanğınlar, bunları bilin ki, hamısını cadugar cindarların işidir, pislik məqamları eləyirlər insanlara. Bu zaman müraciət eləyə bilərsiniz mənə. Mən neynirəm? İnsanlara Allahın mənə verdiyi gücüm, qüvvətimlə, yəni insanlara belə kömək eləyirəm. İnsanın bədənindən təmizləyib çıxardıram. Yəni bütün olunmuş negativləri. Yəni tilsimin, cadunun, nəzərin hər birini təmizlik eləyirəm və bunu həm mərkəz qəbullarımda, həm də onlayn şəkildə bacarıram. Onlayn şəkildə bacarmadığım ancaq insanlarda bədənində olan orqanları ancaq mərkəz qəbullarımda götürürüm. Çünki yaxın məsafədən olmalıdır və enerjini, bioenerjini yaxın məsafədən eləyirəm. Amma onlayn şəkildə bütün olmuş cadu, tilsim, sehir, əməl, həmzat belə təmizləyirəm insanların bədənindən. Onlayn şəkildə dünyanın hər bir yerindən işləyirəm. Kim istəsə müraciət eləyə bilər mənə. Amma əzizlərim, bilin ki, həmişə demişəm, bir insana müraciət eləyirsinizsə, birinci onun peşəkar olduğunu görün və bəzi insanların sizə aldatmağına imkan verməyin. Dünənlərin bir nəfər mənə müraciət eləyib, onu alladıblar TikTokda. Deyir, Fərqan xanım, mənim nə qədər pulumu aldılar. Deyirlər ki, oğlun öləcək, az qalıb vaxtına. Əzizlərim, hər kəsi belə alladırlar. Hər kəsə pisliklər deyirlər ki, insanlar qorxsunlar. İnanın ki, elə insanlar var, mənə müraciət edirlər. Deyirəm, üzərində heç bir negativ, yəni cadu tilsim yoxdur, inanmır. Deyir, olmaya bilməz. Axı, mən getdim kimlərəsə baxdırdım, dedilər ki, var. Mən kiminsə sözündən oturmuram, durmuram. Mənim Allahdan mənə nə hansı bir his, güc, qüvvət, görüntü gəlirsə, onunla insanlara kömək eləyə bilirəm. Ona görə də insanların feylinə, fitnəsinə inanmayın. Həqiqətən deyirəm, inanmayın. Yəni, kiməsə müraciət edirsinizsə, onun düzgün olanına, düzgün sizə cavab verəcəyinə inanın. Və qarşınızda kimin oturduğunu, kimin sizlə bəzi şeyləri araşdırın, ondan sonra o insana müraciət eləməyinizə qərar verin. Allah əmanət olun. Aldım, qəbul etdim yazın ki, yəni baxırsınız, görürsünüz, dəyərlənirsiniz. Paylaşın da əzizlərim. Allah əmanət olun.